Neçə gündür könlümə düşən fəsəlini axır ki hazırladım. Özdə nənəmin resepti ilə. Un, duz, maya, su ilə xəmir yoğururam. Ona biraz da sarı kök qatıram. Xəmir dincələnə kimi quzu quyruğunun yağını çıxarıram. Quyruğu incə-incə doğrayıb dağ olan tavaya atıram. Köpüklər yatan kimi açıq qızılı rəng alanda cızdağı yağdan ayırıram. Yağını yeməklərdə işlədəcəm. Mənə lazım olan cızdağıdır. Acımış xəmiri kündələrə ayırıb dincəldirəm. Yaya biləcəyim maksimum ölçüdə yayıb, arasına sabun əridilmiş kərə yağını çəkirəm. Bu yağ təbii, qatqısız və qaymaqdan hazırlandığına görə ətli də, dadı da məni qane eləyir. Kərə əritməklə də məşğul olmuram deyə vaxtıma da qənaət etmiş oluram. Yaydığım yuxaların arasına fırça ilə yağı çəkib, yağını aldığım cızdağı da bura səpirəm. Əlavədə hər fəsəliyə rəzyana və cirə səpirəm. Rolon kimi büküb videoda gördüyünüz kimi burub gözlədirəm. Mütləq siz də gözlədin ki, həm yaymaq asan olsun, həm də maya işini görə bilsin. Sonuncu dəfədə eyni prosesi təkrarlayıb, nə qalın, nə də nazik yayıb sacın üzərində bişirirəm. Sobada da bişirə bilərsiniz, hətta tavada da. İsti fəsəliyə heç kəs yox deyə bilməz məncə. Şirin çayla heç kəs biganə qala bilməz. Mən gözümü açandan bizdə buna fəsəli deyilib. Siz necə adlandırırsınız? Maraqlıdır. Rəylərdə yazın, şəxsən oxuyacağım.